Hepinize yeni videodan salam. Dostlar, bugün sizlerle birlikte el sənətlərimi, yani resimlerimi göstereceğim. Başlayalım. Dostlar, ilk önce böyle bir resmim var. 2024'də aydı resimdi. Burada resmimin iş başladığım anlarına yaxındır. Burada biraz resmim gəlişib, amma burada da yenə o qədər gəlişməyib. Bunu da biri istəmişdi. Bunu biri istəmişdi. Dostlar, bir də ki, yorumlarda yazarsınız. Burada sizə göstərdiyim rəsmlərdən ən çox hansını xoşlayırsınızsa, onu yorumlarda yazarsınız. Belə bir rəsm. Bunun yəni dostlar çox üstündə durmamışam. Əgər üstündə dursaydım, qəşəng alına bilərdi. Boş anımda çəkmişəm bunu. Dostlar, burada rəsmim yarımçıq qala bilər. Bunu Novruz bayramına aid çəkmişəm. Yarımçıq qalıb. Bunu tamamlayacağım. Novruz bayram deyil, amma yenə də tamamlayacağım. Dostlar, bu mənim ən çox sevdiyim rəsmlərimdən biridir. Dostlar, şansa baxın. Bu rəsmi çəkmədən əvvəl indiki mənim dostlar ağ və qara pişiyim var. Ağ və qara pişiyim var. Amma dostlar, bunu mən ağ və qara pişiyim olmadan əvvəl çəkmişdim. Bu mənim çox xoşuma gəlir də. Dostlar, biraz çaşa bilərəm. Çünki dostlar, normal ola bilər. Çünki mən hələ təzə YouTube'a başlamışam. Heyecanlıyam ona görə. Dostlar, burada bir karakterdir. Bunu bilməyən yoxdur. Cappuccino Assassino. Sonra dostlar, bu mənim ən sevdiyim rəsmlərimdən biri. Bu da çox qəşəngdir. Dostlar, bunun biraz çənəsi pisdir. Dostlar, bu arada bu ləkələrə görə üzr istəyirəm. Bunlara çay dağılıb. Bundan sonra daha yaxşılarını çəkəcəm və daha yaxşı saxlamağa çalışacağım. Dostlar, mən bu çox da xoşuma gəlmir. Çünki bunun üstündə çox yaxşı durmamışam. O qədər də xoşuma gəlmədi. Dostlar, bu arada mənim rəsmə ilk başladığım və həvəsim olduğum anı, o rəsmi sizə göstərəcəm və bu ondan sonraki ikinci rəsmimdir. Dostlar, bu əl qəşəng ola bilər, amma bu pisdir biraz. Çünki normalda təzə başlamışam. Burada Squid Game karakteri. Burada çox qəşəngdir. Bunu da çox bəyənirəm. Burada da bir qorxulu karakterdir. Əgər bunun adını bilməyən varsa, adı Çığlıqdır. Mən sizə türkçəsini və yaxud da ki, Azərbaycancasını, yox, türkçəsini deyirəm. Qarşıladım dostlar. Bunun ingiliscə adını bilirdim, amma yadımdan çıxdı. Dostlar, biraz dediyim kimi çaşa bilərəm, çünki çox heyecanlıyam. Dostlar, bu rəsmi də çox bəyənirəm. Ailəm də bəyənir. Dostlar, burada biraz buralar pis ola bilər. Çünki burada hələ təzə çəkirəm. Burada belə bir əl. Bu çox şirindir, pişik. Mən dostlar, heyvanlara çox düşkünəm də, çox sevirəm də. Yəni onlar üçün canımı belə verərəm. Dostlar, bu rəsmi mən burada biraz pis çəkmişəm. Bunun ikincisini çəkmişəm də mən. Xoşuma gəlmədiyim üçün ikincisini çəkmişəm. Bunu prosta saxlayıram, çünki əl şeyim var burada. Əl sənətim var burada. Ona görə atmıram. Burada dostlar, bu da çox şirindir. Belə bir şəkil. Belə bir şəkil. Burada biraz sadə karandaşım yaxşı olmuyor. Dostlar, burada bu bıçağın içərisinə bir şey çəkəcəkdim. Təsvir çəkəcəkdim. Alınmadı, ona görə belə qaldı. İçərisindəki sildim. Dostlar, bu çox şirindir, dəhşət şirindir. Dostlar, kamerada biraz rəngi pəmbəyə çala bilər. Amma qırmızıdır. O qədər qırmızı ki, ona görə elə görükür. Dostlar, bu rəsmi ailəm də bəyənir. Bunu mən yeni ildə müəllimə göstərmişəm. Müəllim də çox bəyəndiyinə görə 5 ulduz verir mənə.
Yəni mən sinifdə dostlar dediyim kimi ən qəşəng rəsm çəkən mənəm. Hələ də mənəm. Müəllim mənim rəsmlərimi çox bəyənir. Dostlar, burada da belə bir qız rəsmi. Dostlar, burada ləkələrə görə dediyim kimi çox üzr istəyirəm. Bu mənim səhvliyimə görə olub. Özümü buna görə suçlu biraz hiss edirəm. Dostlar, belə bir yeni il adı şəkil. Bunu dostlar mən 5-ci sinifdə çəkmişəm. Bunu müəllim istəmişdi məndən. Dostlar, burada belə bir şəkil var. Bunun da ikincisi deyəsən var. Yoxdur. Bunun var idi dostlar. Bunun birincisini mən pis çəkmişdim, ikincisini çəkdim. Bilmirəm ikincisi hardadır. Dostlar, bu mənim rəsmə ilk marağımın başladığı və ilk çəkdiyim rəsm. Çox qəşəngdir məncə. Sizin biraz xoşunuza gəlməyə bilər. Çünki mənim rəsmə ilk bacarığımdır. İlk rəsmi başladığım andır. Ona görə bu rəsm mənə çox dəyərlidir. Bunu ömrümün sonuna qədər çox saxlayacağam. Daha doğrusu hamısını saxlayacağam, amma bunun yeri başqadır məndə. Dostlar, burada belə bir qəşəng rəsm var. Bu da qəşəng rəsmdir. Prosta ağacı biraz pis çəkmişəm. Dostlar, burada da belə bir ağacdan yellənən qız rəsmi var. Dəqiqə dostlar, bunu göstərmədim. Dostlar, burada da belə bir qəşəng bıçaq şəkli var. Bunu da mən çox bəyənirəm. Bu da çox gözəldir. Dostlar, belə bir qız rəsmi var. Əlində də telefon. Belə bir ağacda tək oturan qız rəsmi. Dostlar, bunun biraz ürəyin qıraqları biraz pisdir, ürəyin. Sonra belə bir rəsm var. Dostlar, bu biraz pis ola bilər. Bunu çox da göstərmək istəmirəm. Çünki pis olduğuna görə mənim çox xoşum gəlmir. Orada Ronaldonu çəkməyə çalışmışam. Biraz pis alınıb. Dostlar, belə bir şəkil var. Bunu da çox bəyənirəm mən. Sonra belə bir rəsm var. Sonra belə bir qız rəsmi var. Bunun saçı topuzdur. Sonra belə bir qız oğlan rəsmi var. Bu çox qəşəngdir. Dostlar, mən bu rəsmi düzəltmişəm. Bayaq göstərdiyim rəsmi. Bu biraz pis idi. Ona görə düzəltmişəm.